Hemen dediyim qoz ağacları budur. İsmail rayonunun Qalınçaq kəndinin uğru sakinləri Kərimov Seymur Oqtayoğlu, Kərimov Elnur Oqtayoğlu, Kərimov Sənan Oqtayoğlu, Seymurun dədəliği Məcidov Mais İlyazoğlu. Gecə səhərə kimi baba bu qoz ağaclarının dibində gəlib gizlənirlər. Nurhanı itləri də narahat eləyirlər. Gəlirlər Əli Ağalı Şahin Vaqifoğlu qoyurlar qarolda. Özləri mənim bu həyətimə soxulmaq istəyirlər. Qapım yoxdur. Hal-hazırda bura dəmir qoyuram. Dəmiri də əzirlər. O gizlənirlər, dururlar burada. Həyətlərə soxulmaq istəyirlər. Bunların da qarşısını alan yoxdur. Mənim itimi də 2025-ci ilin 2025-ci ilin yanvar ayının 18-i Əyriçayın qırağında Seymur, Elnur, Sənan, Mais, Əlağalı Şahin Vaqifoğlu narkomanları yığıb başlarına itlərimi də öldürdülər ikitimi. Bunların da qarşısını alan yoxdur. Bax qoy hamı görsün. Həmən bu qoz ağaclarının dibində otururlar. Səhərə kimi itlərə də imkan vermirlər yatmağa. Bunların da qarşısını alan yoxdur. Qoy bütün cəmaat, bütün millət hamısı bunu görsün. Hamısı eşitsin. Şahin dayanır Əlağalı Şahin Vaqifoğlu qıraqda. Seymur, Elnur, Sənan, bir də Mais. Hırhahır həyətlərə soxulmaq istəyirlər. Bunların da qarşısını heç kim almır. Seymur Suqa agent olduğuna görə güvənir. Qoy bütün millət bunu görsün. Həmən dediyim baba qoz ağacları da budur. Onların dibində gizlənir. Bu qiriyyətsizlər, bu namussuzlar, binamuslar.